dostlar, hər biriniz xeyir olsun. Bu gün sizlərə riyaziyyatdan bu tipdə bir sualın həllini baxacağıq. Adətən topuda, maşında x kvadratı plus x plus 1 şəklində verilir. Bizdən ya x üzəri 17-ni və yaxud da x üzəri 13, 15 digər hallar tələb olunur. İndi isə biz baxaq. Əvvəlcə nə edirəm? Birinci olaraq x-in kvadratı plus x plus 1 bərabər 0 bərabərsizliyindən x kvadratını tapıram. Mənfi x plus 1 şəklində də yaza bilərəm. Bunu ayırıb bu şəkildə də yaza bilərəm. Mənfi x minus 1. Yəni mənfini mötərizə qarşısına çıxardanda işarə əksənləşəcək. O qaydadan istifadə edirik. Sonra burada mən bir düstur yaratmalıyam. Yəni bunu düstura bənzətməliyəm. Ona görə nə edirəm? İlk olaraq hər bir tərəfini x minus 1-ə vururam. X-in kvadratı vurulsun x minus 1. O da bərabərdir. Mənfi x plus 1 vurulsun x minus 1. Bu şəkildə yazıram. Sonra isə bunu qurub açıram. X-in kubu minus x-in kvadratı bərabərdir. Mənfi işarəsini olduğu kimi qarşıda saxlayacağam. X minus 1 vurulsun x plus 1 bizə iki ifadənin kvadratlar fərqini verir. X-in kvadratı minus 1. Buradan da x kubu minus x-in kvadratı bərabərdir. Artıq mötərizələr açıram. Mənfi x-in kvadratı plus 1 şəklində olacaq. Hər tərəfi yəni bərabərsizlikləri hamısını bir tərəfə yığaq. Və olacaq x-in kubu minus x-in kvadratı plus x-in kvadratı minus 1 bərabərdir 0-a. Oxşar hədləri ixtisar edirik. X-in kubu minus 1 bərabərdir 0-a. X kubu bərabərdir 1-ə. İndi isə məndən nə istəyib? X üstü 17-nə. X üstü 17-ni bu şəkildə yazacağam. X üstü 3-ün üzəri 5 vurulsun x-in kvadratı. Məndə x-in kubunun qiyməti varmı? Var. Yazıram. 1 üzərində 5 vurulsun x kvadratında qiymətini birinci bərabərsizlikdə əvəz edib tapmışam. X kvadrat bərabər mənfi x minus 1-ə. Mənfi x minus 1-ə. 1-in istənilən dərəcədən qüvvəti özünə bərabər olduğu üçün 1 vurulsun mənfi x minus 1-dən dolayı cavabımız mənfi x minus 1. Yəni D variantı olacaq. Əgər izah faydalı olursa videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.